tanışlıq hekayəmizi sizlə paylaşacağıq. Hamı sual verir ki, harda tanış olmuşuq, necə tanış olmuşuq? Burada tanış olmuşuq. Bonaseradır. Bura haradır? Dekabrın 5, Bonasera. Dekabrın 5 2017-ci ildə tanış olmuşuq. Amma təbii ki, o gündən bu yana da danışmamışıq da. Necə olub? Uşaqlar deməli, mənim bacım İsraildən gəlmişdi. Bu videodan mən çıxıram, yəni. Ancaq Fatimə danışır bunu. Dekabrın 5-i bacım qayıtdı dedi ki, mən canlı musiqi olan restorana getmək istəyirəm. İsraildən qonaq gəlmişdi Bakıya. Bibimin gəlini, bacım gəzirdi buraları, elə Targovdayıq. Gəzirdi, burada Şüşəlidir gördüyünüz kimi. Ülvi də orada ifa eləyirdi, gitarist Ülvi. İfa eləyən moment bacım qışqırdı ki, nə olar, girək də bura. Burada da uşaqlar çöldə menyuları var, sushi yazılıb da. Mən də fikirləşdim ki, burada ancaq sushi verirlər. Dedim ki, laləgədə yemək yeyək, sonra gələk burada latte falan içərik də, mahnıya qulaq asmaq istəyirsiniz. Dedi, hə, yaxşı, getdik, başqa yerdə yemək yedik. Nəyə görə gəlmişdi? Gəldik, bir də gördük, hələ də oxuyur. Oturduk, qulaq astıq. Bacım bir də gördüm Instagram səhifəsini tapdı Bonaseranın, oradan da Ülfin səhifəsini tapdı. Qayıtdı dedi ki, Fatoş, mən öz Instagramdan yaza bilmirəm. Gəl sən Instagramdan bir də mahnı zakaz verim də. Dedim, hə, yaxşı. Götürdüm mən Instagramdan Ülviyə mahnı zakaz elədim. Ülviyə gördü ki, orada mən də eləmdə mahnı zakaz eləyəm mənim bacımla. Ona görə istədiyi mahnıları oxudu. Sonra mən telefonu götürdüm. İstədiyi mahnını deyəndə başladı söhbəti uzatmağa ki, bu mahnı bilmirəm, başqa hansısa bir mahnını deyirsinizsə onu oxuyun falan. Variant gəlirdim də. O cəhənnəm uşaqlar. Mahnı qutardı, daha doğrusu istəyim qutardı, başladı mənə baxa-baxa mahnılar oxumaq. Bibim qayıdıb deyir ki, bu sənə oxuyur da mahnılar. Bibim, bacım, hamısı da. Neysə də oxudu, axırda da mən də hələ də şübhəli idim də mənə oxuduğuna. Qapıdan çıxanda geyindi kurtkalarımızı falan. Gördüm gedir, dözmədim, ürəyim dözmədi, başladım. Gedirsən möhkəm danış. Arxana baxma, geri dönmə, ürələn üçün yaz tutaram. Başladım oxumağa. Neysə, onu oxudu, qapıdan çıxanlar. Hamısı çöndü baxda, hamısı. Bildik ki, məni oxuyur da. Evə getdim, bir də gördüm Ülvi yazdı direktə. Ki, bəs mən səndən xoşum gəldi, elə, belə falan filan. Sənə baxanda ailə gördüm. Necə ailə? Sən izah elə, onu mən izah eləməyim. O baxış tərzi var da, baxış açısı var. Baxırsan, bir var baxdığında bir qıza, bir qadına başqa cür görürsən, bir də var baxdığında konkret ailə görürsən. Hə. Elə bir baxış var. Deyir ki, sən baxanda yanında uşaq və səni qolumda gördüm də, yəni evli həyatı gördüm falan. Bəziləriniz yazacaqsınız ki, indi evlənmə niyyəti ilə danışıb məndən falan. Yəni yox da elə bir şey deyildi. Nəysə, dedim ki, mən də buna force elədim də, dedim, yox, istəmirəm, bir də mənə narahat eləmədə bu mövzuda. İstəyirsənsə dost qala bilərik. Bu da qayıtdı mənə dedi ki, mən də nə tərsi razı hədiyimi. Bu da qayıtdı mənə dedi ki, yox, sənə mənə dost olmaz, yaxşı. Yazma deyirsən, yazmaram. Mən dedim, yəqin sabahda zadda yazar. O yazan, bu yazan yazmadı. 3 ay dalbada yazmadı. Mən də elə bilirdim, yazmadım, orada oturmuşum. Mən də elə bilirdim ki, bunun boyu balacadır, çox da tındı, yəni vecimi almadım. Mən bunu sonra yolda falan Targovdan gələndə gördüm, bir də gördüm, nə, 1.90 boy var, bu uzun idi da. Neysə, elə oldu, amma bu mən görmürdü. Elə oldu ki, fevral ayında İsraildə tanış olduğum padruqam var idi. Onunla gəzirdik, dedik bura girək. Girdi, gördüm o tərəfdə oturub. Heç onun tərəfə baxmırdım ki, fikirləşməsin ki, ona görə gəlmişəm ya ona baxmaya gəlmişəm. Bu da əsəbləşirdi ki, bu niyə mənə baxmır falan. Sonradan etiraf edib də, yəni. Evə getdim, başladı yazmağa. Daha doğrusu çaşdım, like eləmə. Şəklimi like elədim, səhifəmi, profilimi Ülviyə görə açıq qoydum. Bir dənə like elədim. Bir dənə şəklimi like elədim. Girdim, mən də bunun bir şəklini like elədim. Axşam bir dənə də like elədim. 3 gün dalbada ancaq like başladı. Gördüm, yazmır. Götürdüm, mən ona yazdım ki, nə istəyirsən sən məndən? Qayıtda yazdı ki, heç nə istəmirəm. İstəmirsənsə like eləməyin. Dedim, belə daha konkret, ürəyin istəmirsə heç like eləməyim. Mən qayıtdım, dedim ki, yox, yəni elə belə soruşam da, yəni niyə like eləyirsən? Qayıtdı, yox, yaxşı, istəmirsənsə eləməyim də, boz danış. Mən də buna qayıtdım, dedim ki, yaxşı, belədir ki, yox. Mən də buna qayıtdım, dedim ki, mən işə gedirəm, nəysə, sonra danışarıq. Dedi, yaxşı, işə getdim. 1 saat, 2 saat, 3 saat, 4 saat, 5 saat yazmadım. Sonra Ülüş qayıtdı, yazdı ki, sən işə neçə saatdır gedirsən ki, gedib çata bilməmsən.
Belə oldu. Belə oldu. Yəni biz belə tanış olmuşuq. Belə oldu. Hamı soruşursunuz, ona görə dedik gələyim həmin restorana, həmin Fatimənin oturduğu yerdə oturaq. Burada oturmuşdum. Hə, oturaq və danışaq. Burada oturmuşdum. Lüşdə orada ifa edirdi. Orada səhnə var. Burada yadınıza gəlib video çəkib paylaşmışam mən. Baxın. Bu da Xəqani Səlimov. Tanış olmuş. Tanınmış, nədir? Bizim böyük hayranımız, fanımız və tanınmış trener. Danışırlar, mən ancaq xəcalət çəkmişim. Və eyni zamanda bibim oldu, ona görə xəcalət çəkir. Desəydim vaxtında mən də gələrdim yanlarında. Düzgün eləmir. Yaxşı gəlməyib. Hələlik.